maçda da məğlub olmuşdu. Həm də ötən turda da qış fasiləsindən sonra Turan Tovuzla səfər maçında Sumqayıt yenilmişdi. Beləliklə oyun başlayır. Karvan Yevlax hücumdadır. Meydan sahiblərinin hücumunu izləyirik. Top cərimə meydançasına ötürüldü. İlk təhlükəli əmrə zərbə endirilir və çox təhlükəli vəziyyət yarandı. Xəyal Fərzullayev bu hücum zamanı komandasını qoldan xilas etdi. Təkrara bir daha baxırıq. Sol cinatdan qapı önünə ötürmə edilmişdi və burada bu qarmaqarışıqlıqdan Rauf Rüstəmli istifadə edib zərbə vurdu və Xəyal Fərzullayev, amma əsas gözlənti əlbəttə ki Şakil Stodan deyil, Araz Abdullayevdəndir. İşarə verildi. Araz yaxınlaşır. Araz Abdullayevin zərbəsi qeyri-dəqiqdir. Təkrara bir daha baxırıq. Təhlükəli zərbə idi, dəqiq alınmadı. Ukraynalı futbolçudan irəli uzun ötürmə və Sumqayıtın hücumu zərbə endirilir və gol! Amma oyundan kənar vəziyyət. Hər halda yenə də gözləyək, təkrara baxaq. Bəli, təkrardan da göründüyü kimi bir neçə addım öndə idi. Aleksandr Romalingom. Yer gəlmişkən offside epizodunun təkrarına bir daha baxırıq. Keffel. Gavi Thompson. Sumqayıt komandası topu qazanır, ötürməz çox yaxşı alındı Aleksa Yankoviç və gol! 0-1. Aleksa Yankoviç fərqlənir. Qonaqlar bu golla hesabda önə keçirlər, ötürməz çox yaxşı alındı və Aleksa Yankoviç epizodu gözəl dəyərləndirdi. Əvvəlcə sol ayağı ilə qəbul edib qapıçının boş buraxdığı küncü çox yaxşı gördü və bunu da lazımınca dəyərləndirdi. Özü bitirməyə çalışdı. Bu da Səbuhi rəqibini qabaqladı. Sumqayıtın növbəti hücumu Ronaldo Vazquez. Ronaldo Vazquez və Pedro Mateus. İnanılmaz vəziyyət. Komandasını ikinci qoldan xilas etdi Ronaldo Vazquez. İkinci qolu vura bilərdi Pedro Mateus, buna imkan vermədi. Əslində həmin məqamda ötürmə etmək variantı da var idi Ronaldo Vazquez'in, amma heç ki bu epizod. Tez tərəsi Karvan Yevlax müdafiədən çıxmağa çalışır, amma topu yenə də itirirlər və top yenə də Sumqayıt komandasındadır. Aleksa Yankoviç. Sol cinahı işə saldı, top yenə də Yankoviçə qaytarıldı. Yankoviçin zərbəsi və yenə də Pedro Mateus. Çox güman ki paltar dəyişmə otağına yollanır. Pedro Mateus Yankoviçin dubl etməyinə imkan vermədi. Karvan Yevlaxın zəif tərəfini artıq çox yaxşı anlayır, çox yaxşı görür Sumqayıtın futbolçuları. Fikir verin, yenə də daha bir dəqiq götürmə, müdafiə çox irəlidən oynuyor Karvan Yevlaxda. Daha bir təhlükəli vəziyyət və 2-0. 2-0. Ronaldo Vazquez fərqlənir. Sumqayıt ikinci qolu vurur. Karvan Yevlax Sumqayıt 0-2. Yenə də müdafiə çox irəli çıxmışdı Karvan Yevlaxda. Bu dəfə Yankoviçin etdiyi səhvi Ninkoviç təkrarlamadı. Tam dəqiq götürmə verdi Ronaldoya. Və Ronaldo Vazquez bircə toxunuşla Pedro Mateus'u bu dəfə məyus edə bildi. Meydanın mərkəzindən bu cür ötürmələr keçirsə və bir ötürmə ilə rəqibin qapısına belə rahat bir şəkildə Sumqayıt yaxınlaşa bilirsə, bu əlbəttə ki Karvan Yevlaxda bir daha görürük. İlk ötürmə anında oyundan kənar vəziyyət. Ötürmə edilir və çox təhlükəli vəziyyət yarandı. Karvan Yevlax fərqi azalda bilərdi. Hadisələrin mərkəzində idi. Qapı istiqamətində deyil, tam əks istiqamətə toxunmuşdu və burada az qala fərq azala bilərdi. İndi baxırıq, hakim davam işarəsini verir. Nəhayət, fürsət yaranır, gəlin baxaq. Başla zərbə indirildi və burada topu
qapı xəttindən çıxara bildilər. Bu rakursdan baxaq. Qapıçının da çıxışda səhvi var idi. Və Mumini. Thompson Qavi irəliyir. Thompson Qavi'dən mərkəz ötürmə zərbə indirildi. Daha bir zərbə olacaqmı? Növbəti zərbə indirilir və Xəyal Fərzullayev. Samir Abdullayev. Uzaq məsafədən zərbə və təhlükəli idi. Hücumun təkrarına bir daha baxırıq. Təhlükəli zərbə idi. İşarə verilir. Ötürmə edildi. Başla zərbə və Xəyal Fərzullayev. İnanılmaz sev, möhtəşəm sev Sumqayıtın qapıçısından. Budur, izləyirik. Çox təhlükəli vəziyyət yarandı və Xəyal Fərzullayev Emin Rüstəmovun fərqlənməyinə imkan vermədi. Əslində bu Eminin ikinci zərbəsidir. Oyundan kənar vəziyyət. Köməkçi hakim bayrağını qaldırır. Baş hakim oyunu davam etdirir ki, epizod bitsin. Yalnız bundan sonra Ronaldo Vazquez oyundan kənar vəziyyətdə idi. Bəli, bu qərar təsdiqini tapır. Çıxış edir. Sumqayıt hücumdadır. Top da elə hazırda Səbuhidədir. Səbuhinin zərbəsi təhlükəli idi. Toxunuş da var idi. Küncdən zərbə olmalıdır. Yerli ötürmə çox yaxşı alındı. Fərq azaltma olardı, amma bu cür fürsəti dəyərləndirə bilmədi Karvan Yevlax komandası. Bir daha baxırıq. Yerli ötürmə edildi. Mane olan da yox idi əslində Samir Abdullayevə. Zərbəsi alınmadı. Rüstəm Əhmədzadə sağ cinahlı oynuyor. Mumini çata biləcəkmi? Bu topa çatdı. Mumini'dən ötürmə. Akrobatik zərbə və Kamran İbrahimov. Daha bir zərbə indirilir və yenə də Kamran İbrahimov. Daha bir sayıdan. Əli Əliyev oyunu yekunlaşdırır. Oyunda izlədiyimiz sonuncu epizod oldu bu. Çox təhlükəli zərbə vuruldu və Kamran İbrahimov komandasını 3-cü qoldan xilas etdi. Sumqayıt isə hər bir halda 3-cü qolu vura bilməsə də bu görüşdən qələbə ilə ayrılır.